Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini həftəlik olaraq nələr gözləyir? Su ünsürlərini. Birinci balıqlardan başlayaq. 23 martdan 30 marta doğru nə gözləyir? Xoşuma gəlməyən məqam bilirsiniz nədir balıqlar? Hər şey mübahisəli bir vəziyyətə doğru aparmağınızdır. Hər şey belə deyim də öz gücünüzlə, öz təsirinizdən, öz əsəbiyyətinlə, zamanın belə deyim də qısıtlanmasından idarə etməyinizdir. Əgər bunu düzəltməsəz balıqlar, bu həftə 1-0 geridə olacaqsınız. Çünki sizin əsəbiyyətiniz və belə deyim beyninizi sərt formada, əzici formada işə salmağınız həm maddisal itkin, həm də insanların sizin ətrafınızda o gözlədiyi güvən, o gözlədiyi ağıllı bir insan formasını zəiflədəcək. Yəni bunu bir balaca düzəltməsi. Çünki bu həftə mimikalarınız, əsəbiyyətiniz, danışığınız, sözləriniz ətrafınızda olan insanları azaltmış və ətrafınızda olan insanların sizi səhv tanımasına səbəb ola bilər. Buna birinci növbədə belə deyim də balıq bürcləri icazə vermirsiniz. Daha sonra zaman çərçivəsinə doğru elə bir insan ətrafınızda olacaq ki, bu insan sizin həm pul sferavızda, həm də belə deyim də güc sferavızda sizə dəstək ola bilər. Cümə axşamından sonra o insan sizin həyatınıza girə bilər ki, sizin həyatınızda dəyişikliklər edə biləcək potensialda olan bir insandır. Pis həftə deyil, yalandan deyə bilmərəm ki, wow, çox böyük problemləriniz olacaq. Yox. Sadəcə həm sağlamlığınızla əlaqədar, həm də beyninizin hər şeyi dəyərləndirməsi ilə əlaqədar olaraq elə bir tam tarazlığı vura bilməyəcəyiniz bir zamanda olacaqsınız. Buna fikir versəz həftənizi 71%-ə qədər uğurlu edə bilərsiniz, amma o deyil də, yəni bu həftə balıqların ətrafında insanların az olması daha yaxşıdır. Əgər incilik, küsüllük və hər şey ciddi, həqiqət, kəskin formada eşitmək istəmirlərsə. Xərçənglərə gələndə isə xərçənglər zamanın belə deyim, çox gözəl dəngəsini aktivləşdirəcəksiniz. Yəni bu zaman çərçivəsində özünüzü çox gözəl stabilləşdirməyə bacaracaqsınız. Transformasiya verəcəksiniz, yenilinəcəksiniz, öz küllərinizdən yenidən aktivləşməyə başlayacaqsınız və pul maddiyyatla bağlı nə xəbər gözləyirsinizsə xərçənglər, bu həftə o xəbərləri əldə edə bilərsiniz. Sadəcə qərarsızlıq bu sizin belə deyim də olduğunuz topluluqda, olduğunuz mühitdə tam özünüzün önə çıxmasının, tam özgüvənli formada olmağınıza səbəb, belə deyim də yarımsada qalmağınıza səbəb olacaq. Mübahisəli bir şəkildə özünüzü aktivləşdirməyə, mən varam kimi bildirməyə çalışacaqsınız, amma xərçənglərə zaten ehtiyac yoxdur. Tanıyan insanlar zaten sizin enerjilərinizi bilən insanlar nə qədər hər şeyi dəyişə biləcək potensialda enerjide olduğunuzu bilirlər. Maddisal dəngənizi düzəldəcəksiniz, zamanın stabiliyini qura biləcəksiniz. Sadəcə olaraq bir balaca boşluqlarınız çoxdur. Yəni həftənin 3 gün işləyəcəksiniz, həftənin 2 gün dayanacaqsınız, yeni aktivləşəcəksiniz, bir yana dayanacaqsınız. Hansı tərəfdən belə deyim özünüzü gücləndirməyinizi məntiq olaraq tam gücləndirdiyinizi hiss eləmədim. Uğursuz həftə deyil, 78%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma bu həftə məncə nə istədiyinizi, hansı yola doğru gedəcəyinizi planlaşdırmalısınız. Əqrəblərə gələndə əqrəblər bu həftə bir balaca beyninizdəki suallar sizi yiyəcək bir vəziyyətdə olacaq. Hər şeyi maraqlanmaq, hər şeyi soruşmaq, hər şeyin dərinlinə getməyə çalışacaqsınız və ən əsas da keçmişdə yaşadıqlarınızın qorxusu gələcəyə doğru gələcək. Eyni şeylər yaşamaq istəmirəm, keçmişdəki insanları istəmirəm, keçmişdən bağlı problemlər istəmirəm. Sanki keçmişin qapıları gələcəyə doğru sizi gəlib, həm beyninizi, həm fikirlərinizi belə deyim də pozmuş, parçalanmış bir vəziyyətdə olacaq. Qorxularınız əqrəblər bu həftə daha aktiv vəziyyətdə olacaq və insanlara qarşı qalxan qoyacaqsınız ki, mənə çox yaxın durmayın, məndən uzaq, məni aktivləşdirməyə çalışmayın, mən öz enerjinizə çəkməyə çalışmayın və öz qəfəsinizdə özünüzü xoşbəxt etməyə bacaracaqsınız. Bunu da hər zaman əqrəblər təklik olaraq yüksək səviyyədə bacarırsınız. Bu həftə daha çox tək bir formadasınız. Məsləhət yenə də sizin də özünüzü iş, pul, maddiyyat, psixolojik olaraq gücləndirməyə çalışın. Özünüzdən böyük qadın kimdirsə onunla bağlı problem, sağlamlıq və yaxud da özündən bağlı ətrafınızda bir qadın aurasını zəifləməyə, qadın aurasının enerjisinin düşkünlüyü ola bilər. Əqrəblər buna fikir verin. Ümumi həftəni dəyərləndirsək 70%-ə qədər deyim uğurlu ola bilər, amma bu tam uğur deyil.